5 iyul Tbilisidə yeniyetmələr arası Avropa birinciliyi start götürdü. 54 kilo çəki dərəcəsində Azərbaycanlı boksçu Məhəmməd Əli Qasımzadə Ukraynalı Arseniy Xiyenko ilə qarşılaşdı. Hər iki boksçu soloxa idi. Məhəmməd Əli ilk raunddan aqressor rolunu götürüb rəqibin üzərinə atıldı. Ukraynalı bizim boksçudan xeyli hündür idi və bu səbəbdən əks hücumdan işləməyi seçdi. Yüksək dözümlükdən əlavə Qasımzadə hissiyyat və qeyri-standart stil nümayiş etdirdi. Yaxın distansiyaya kombinasiyalarla girib uzaqlaşaraq rəqibinin əks hücumunun qarşısını kəsir və ondan əlavə öz hücumlarının əksəriyyətini bədəndən başlayıb başa keçirərək ağıllı boks göstərir. Nəticədə Məhəmməd Əli Qasımzadə hakimlərin yekdili qərarı ilə qələbə qazanır.